Deyir ki, yalan danışanla doğru danışan insanın fərqi ölü ilə dirinin fərqi kimidir. Təkrar deyirəm, əzbəriyək, öyrənək. Yalan danışanla doğru danışanın fərqi nə kimidir? Ölü ilə dirinin fərqi kimidir? Yəni, sanki yalan danışan ölü misalıdır. Doğru danışan diri misalıdır. Dedilər, ya əmir-əl-müminin, başa düşmədik bu oxşatmavi, bu bənzətməvi, bu təşbihivi, başa düşmədik. Necə yəni yalan danışan ölü kimidir, doğru danışan diri kimi? Ağa buyurdu ki, insanın diriliyi oradan bilinir ki, cəmiyyətin digər üzvləri ona etibar edir. Madem ki, sənə etibar yoxdursa, inam yoxdursa, sən ölüsən, diri döyürsən. Madem ki, sən yalan danışan da insanlara etibarını itirirsə insanların yanında, deməli, onun misalı ölü misalıdır. Doğru danışanın diri misalıdır. Bəli. Bu səbəblər, saydığım səbəblər və hətta bəzi səbəblər var ki, saymadığım səbəblər həmən bu inamı və etibarı qayçılayır. Ona görə doğruluq cəmiyyətdə inam yaranmaq üçün, etibar yaranması üçün ən mühüm amil sədaqətdir, doğruluqdur və onun da ən gözəl misalın Kərbəla meydanında. Doğrulardan doğrular, ərəb deyir, əstəqus sadiqin. Doğruların ən doğruları cəmləşiblər bir yerə. Fikir verin, canlarının da bahasına olsa belə dillərinə yalan. Həbib ibn Məzahir yalan deyər. Müslim ibn Osəcənin dilinə yalan gələr.